İslam əksinə radikallığın əleyhinədir. Sələfilik sözün mənası nədir? Biraz loru dildə desək, əsl İslam. Quran, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və sahabələr, onların yolu. Biz orada görürük ki, əksinə rəhimli olmağa, insanların həyatın, namusun, malın, hətta heyvanların haqların orada qorunur. Heyvanların haqları orada qorunur. Və təsəvvür edin insan barədə. Necə? Yəni bəziləri başa düşüb ki, cihad ancaq döyüşməkdir. Amma səhv fikirdir. Nəfslə mübarizə aparmaq da. Nəfslə insan özün haramlardan qorumaq özü cihaddır. Valideynə baxmaq özü cihaddır. Yaxşı, o Məkkə ayəsi, Məkkədə nazil olunan cihad barədə ayə. Biz görürük ki, orada müharibə yox idi axı. Döyüş də yox idi. Cihad oradan nə qəsd olunur? Dəvət. İnsanları yaxşılığa çağırıb, pislikdən çəkindirmək. İkinci mərhələ öz-özü müdafiə edin də. Sizə hücum eləsələr, sonra sizinlə döyüşənlərlə döyüşün, sonra icazə verildi. Lakin bu qayıdır nəyə? Bu qayıdır hakimə, dövlətə. Dövlətin, İslam dövlətinin öz siyasəti var. Bəli, İslam dövləti olub. Amma indi yox. Tarixdə. Yoxdur İslam dövləti. Var, müsəlman ölkələri var. İndi bəzi ölkələr də iddia edir ki, İslam dövlətidir. Lakin deyim ki, ümumi bir saat İslam dövləti var. Yoxdur elə bir İslam dövləti. Var, ola bilər bəzi yerlərdə ola bilsin.